Hepinizə salamlar. Bugün biz sizinlə birlikdə dəriyə necə qulluq etmək lazımdır və nə üçün bu qədər vacib olduğunu danışacağıq. Ümumiyyətcə sizə onu deyim ki, alimlərin araşdırmasının nəticəsinə görə hər bir insanın 80% dərisinin və ümumiyyətcə özünün görünüşü özündən asılıdır və yalnız 20% genetikaya yol verilir. Bugün dərinizə necə qulluq etdinizsə, hesab edin ki, gələcəkdə siz öz dərinizə sərmayə yatırırsınız. Və bunun üçün çox vacibdir ki, siz dərinizi təmizlədiyiniz və nəmləndirib qidalandırdığınız zaman onu düzgün edəsiniz. Bu nə deməkdir? 6 məhsulla birlikdə 4 asan addımdır ki, bunu siz səhər və axşam etməlisiniz. Məsələn, bugün nümunə üçün bizim Novage brendindən olan Ultimate Lift kremlərin üzərində mən sizə bu 4 addımı başa salmaq istəyərdim. Birincisi, təmizləyici süddür, amma bu süd də ola bilər, gel köpük də ola bilər, gel də ola bilər. İkinci məhsul tonikdir. Bu ikisi birlikdə birinci addım sayılır. Çünki təmizləyici süd dərimizi yağlardan, kosmetikanın qalığından, çirkdən, ətraf mühitin təsirində olan bütün nə varsa təmizləyir. Sonra toniklə biz təmizləməni tamamlayırıq. Dərimizin pH balansını stabilləşdiririk və kremlərə yol açırıq. Demək odur ki, belə deyərdim, bu iki məhsulla siz dərinizi düzgün, təmizləyirsiniz və sürtdüyünüz kremlər daha gözəl dəriyə hopur. Birinci addım. İkinci addımımız bizim göz ətrafıdır. Bilirdinizmi ki, insan bədənində ən zərif dəri göz ətrafıdır və ona xüsusi qulluq lazımdır. Və göz ətrafı kremlər daha teksturası yüngül, daha aktiv ingrediyentlərdir ki, tez bir zamanda dəriyə hopsun. Bunun qaydası bir su damcısı qədər götürürük və göz ətrafımıza vururuq. İkinci addım. Üçüncü addımımız zərdabdır. Zərdab çox böyük rol oynayır. Çünki burada daha aktiv ingrediyentlər var ki, gecə-gündüz kreminin təsirini artırır. Və siz bunu istifadə etdikdə 12 həftəyə istədiyiniz nəticəni əldə edəcəksiniz. Və əlbəttə ki, dördüncü addım bu nəmləndirmə və qidalanmadır, gecə-gündüz kremləri. Səhər yuxudan durdunuz, üzünüzü yuyursunuz, silirsiniz, göz ətrafı vurub, zərdab vurub, sonra gündüz kremi vururuq. Gecədirsə, üzümüzü yuyuruq, silirik, göz ətrafı, zərdab və gecə kremi. Bu 4 addım çox vacibdir. Ümumiyyətcə, hər bir istifadə etdiyiniz kremlərin nəticəsini görmək istəyirsinizsə, mütləq bunu ardıcıllıqla etmək lazımdır. Gündə 2 dəfə, 2 dəqiqə bəs eləyir ki, sizin çox gözəl, mükəmməl dəriyə nail olasınız. Mütləq bu addımları yerinə yetiririk. 3 dənə çox asan, belə deyərdim, işimiz var. Birincisi, səhər-axşam bu addımları etmək. İkincisi, miqdarı. Dozatır varsa bir basma bəs edir. Göz ətrafı, hal-hazırda bu da dozatırladı, bir dənə basma. Amma ümumiyyətcə, belə deyərdim, bir su damcısını götürüb 2 yerə bölürsünüz, atsız barmaqla gözünüzün kənarına yerləşdirirsiniz, gözlərin kənarından içəriyə doğru hopduraraq yedizdiririk, kənardan içəriyə, içərdən kənara. Tam krem oturana qədər. Sonra zərdabı vururuq, bir noxud boyda. Bassanız görəcəksiniz ki, bir noxud boyda da doğrudan da çıxır. Baxın, bunu çox gözəl dərimizə yedizdiririk, bölüşdürüb dərimizə masaj istiqaməti ilə. Burun yanaqlardan doğru qulaqlara, çənədən qulaqlara, alın ortasından yuxarı, sonra qıraqlara doğru. Boğaz altı yuxarı, yalnız qulaq dibindən aşağı gedir. Masaj, üçündə dedim, səhər-axşam masaj istiqamətləri və miqdarı. Bunu etdiyiniz zaman mütləq ki, siz istədiyiniz nəticəni əldə edəcəksiniz. Kataloqda yazılan nəticələri əldə edəcəksiniz. Hal-hazırda bu seriya haqqında nə deyə bilərəm? 70% dərinin elastikliyini geri qaytarır. 12 həftəyə bu nəticəni əldə edəcəksiniz. Hətta düzgün istifadə edirsinizsə, bir ayada bu nəticəni hiss edə bilərsiniz. Bu şərtləri yerinə yetirsəz, mütləq ki, bu nəticə əldə olunacaq və sizdən çox xahiş edirəm, əgər istifadə edəcəksinizsə, kommentlərinizi yazın, suallarınızı yazın, sevə-sevə hər bir sualınıza cavab verəcəm. Sağ olun.